Fatimə, sən nətər qadınsan? Bu nə hərəkətdir? Məni niyə bir abır rüsva eləyirsən Fatimə? Sən utanmırsan? Sən bu cür ərin yoldaşın ola, işləyirəm, zülüm çəkirəm, səhərə kimi qazanıram, əziyyət çəkirəm. Sən mənə qarşı bunu necə eləyə bildin Fatimə? Qardaşların sinəsini verib gəlir indi qabağı. Nə deyəcəklər bu sözün qabağında mənə nə deyəcəklər Fatimə? Bağışla da Bəhros. Ay neyi bağışlayın? Bu neçənci hərəkətin sənin mənim boyumu soxursan, yerə rüsva eləyirsən məni. Bəsdir Fatimə. Vapşim zəng elirsən qardaşları var, atı var, gəlib səni götürsünlər, mən səndən boşanıram, mən səndən bir də qala bilmərəm. Üzr istəyirəm, istəmədən söhbətimizə qulaq astım. Bilirsiniz necədir? Ailəni dağıtmaq 5 dəqiqəlik işdir. Amma ailəni qurmaq üçün illər sərf olunur. Onu ilmə toxuyursan ki, böyük bir ailə əmələ gəlsin. Hissi başda ağıl olmaz. Boşanma qərarını da verəndə tələsməyin. Hər adi xırda bir şeyə görə ailəni dağıtmaq olmaz. Bax, nədir ki problem? Fərz eləyin ki, mən də sizin bir qardaşınız, ailə özünüz. Nədir problem? Həll eləyə bir yerdə. Qardaş, mən evimə okean su filtri çəkdirməkdə oturub pul yığmışam. Götürüb bütün pulun hamısını aparıb verib kosmetikaya. Nətər qadın sənə? Sən kimilərdir də nə ailəni dağıdır. Boşanırlar. Bax, sənin kimilərdir də, sənin kimilər. Heç nə ailəni fikirləşmirsən rahat. Heç nə boşan rədd elə bunu getsin. Qardaş, sən yəni sən pulu tapıb verəcəm. Sən narahat olma. Darıxma, səbirli ol. Tapıb verəcəm sən pulu. Mən özümə görə demirəm. Ya belə səni bədbəxt eləyər ya. Bunu var ha, boşa getsin sən öl. Sən bunu boşa getsin.